Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün böyük ölçülü soba listində qabardıqca qabaran pandispaniyanın hazırlama qaydasını paylaşacağım. Əvvəlcə qabın içərisinə 7 ədəd yumurta, 1 cimdik duz, 1 stəkan və 2 dolu yemək qaşığı şəkər tozu, eləcə də 1 ədəd şəkərli vanilin əlavə edib ərzaqları mikserlə ağırına qədər qarışdırıram. Pandispaniyanı qarışdıran zaman mikserin cür xodunda 5 dəqiqə qarışdırmaq lazımdır. Yəni saata baxın, 5-7 dəqiqə qarışdırın. Daha sonra üzərinə yarım stəkan ilıq su tökülür. Yenə də mikserin cür xodunda qarışdıraraq suyu əlavə edirəm. Ancaq suyu 3 dəfəyə tökürəm. Su yumurtaya tam yaxşı qarışdıqdan sonra mikseri bir kənara qoyuram. Daha sonra isə unu tökürəm. Unu ələklə ələyirəm. Daha sonra isə çırpıcı vasitəsilə aşağıdan yuxarı istiqamətdə astaca qarışdırıram. Spatula ilə də qarışdıra bilərsiniz. Bir ədəd qabartma tozunu da ələklə ələyirəm. Daha sonra isə onun qalan hissəsini tökürəm. Bu xəmir üçün 200 ml stəkanla 2 stəkan undan istifadə etdim. Sonda 2 dolu yemək qaşığı qarğıdalı nişastası tökürəm. Nişastanı da bu qayda ilə qarışdırıram. Pandispaniyanın yaxşı qabarması üçün vacib şərtlərdən biri bütün ərzaqların otaq temperaturunda olmasıdır. Xəmiri 26 sm-lik çəmbərin içərisinə tökürəm. Daha sonra içərisindəki qabarcıqlar çıxsın deyə çöplə beləcə qarışdırıram.
Daha sonra pandispaniyanı əvvəlcədən qızdırılmış 150 dərəcəlik sobada alt-üst rejimdə təxmini 35-40 dəqiqə bişirirəm. İlk 30 dəqiqədə sobanın qapağını qətiyyən açmaq olmaz. Artıq mənim pandispaniyam hazırdır. Bişdikdən sonra soyması üçün pandispaniyanın, yəni çəmbəri tərs çevirmək lazımdır. Soyduqdan sonra isə qabdan astaca çıxarıram. Gördüyünüz kimi böyük ölçülü, olduqca gözəl qabaran pandispaniya alınıb. Tortlar üçün pandispaniyanı istifadə etdikdə bir gün əvvəlcədən bişirmək lazımdır. Daha sonra kəsdikdə rahatlıqla kəsilir, yəni ovulmur. Bu qayda ilə mən həm də kakaolu pandispaniya hazırladım. Bunun üçün əlavə olaraq bir dolu yemək qaşığı kakao əlavə etdim. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Arzu və istəklərinizi videonun alt bölümündə yaza bilərsiniz. Sağ olun, görüşərik.